Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Bu gün də hər zamanki kimi sizdən gələn istəkləri nəzərə alaraq mövzumuzu təyin etmişik. Mövzumuz uşaqlardakı zəka yetərsizliyi və inkişaf ləngiməsinin fərqli tərəfləri ilə əlaqəlidir ki, bəzən valideynlər narahat olur. Görürsən, mənim uşağımda zəka yetərsizliyi mi var, yoxsa inkişafından geri mi qalır və yaxud da zəka yetərsizliyi ilə ləngimə arasındakı fərqlər nədir? Bütün bu suallarınızın cavabını Logos Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gənclik filialının psixopedagoqu, bizim dəyərli mütəxəssisimiz Nərmin İsmailova cavablandıracaq. Salam Nərmin xanım, necəsiz? Sağ olun, siz necəsiz? Çox sağ olun, təşəkkür edirəm, mən də yaxşıyam. Nərmin xanım, sizcə belə deyək də, valideynlərin hal-hazırda daha çox narahat olduqları, təlaşlandıqları tərəflər nələrdir uşaqları ilə bağlı? İlk növbədə mən istəyirəm danışım ümumi inkişaf ləngiməsindən. Çünki adətən bizə çox valideynlər sual verir ki, ümumi mənim uşağım zəka gerisinmi, valideynlərin dilində desə əqli geridirmi, yoxsa ümumi ləngimədirmi? Bunların oxşar cəhətləri olsa da, lakin fərqli cəhətləri var. Ümumi inkişaf dedikdə uşağın fiziki, idrak, sosial və emosional bacarıqları, yəni yaşına uyğun olaraq nəzərdə tuturuq. Normal inkişaf sahələri nələrdir? Uşağın motor bacarıqları, yəni əzələ gücü, koordinasiyası, daha sonra nitq və ünsiyyəti, zaten uşaqda anlama, qavrama varsa, nitqi daha sonradan formalaşır, öz yaşına çatır. Sonra sosial və emosional kontaktı. Aktivlik fəaliyyəti. Bəli, aktivlik fəaliyyəti, yəni bunları ilk növbədə artıq bu sahələrdən hər hansı biri uşaqda yoxdursa, biz onda uşağa ümumi nitq ləngiməsi diaqnozunu qoya bilərik. Aha. Bəzən də belə bir şey olur ki, bəzən demək də əslində normativlərdə, ədəbiyyatlarda 3 yaşına qədər uşaqlarda yalnız bir hissədə, bir sahədə yaşından geri qalma varsa, dediyiniz kimi ümumi inkişafında, nitq inkişafında, sosial sferasında və yaxud da motor bacarıqlarında, böyük-kiçik motor bacarıqlarında, təbii ki, bu zaman da inkişaf ləngiməsi sayırıq uşaqları. Amma təsnifat artıq dəyişdiyi üçün biz bunu ümumiyyətlə zəka inkişaf yetərsizliyinin əlaməti, yüngül əlaməti olaraq adlandıra bilərik. Bax, indi açdıq da, ümumi inkişaf var, nitq inkişafı var və yaxud da kiçik motorika, böyük motorika, sosial bacarıqlar. Gəlin biraz da bunları açaq valideynlər üçün ki, onlar da bilsinlər ki, mənim uşağımda bu əlamətlər varsa yaşından geri qalır. Məsələn, kiçik motorikanın işi nədir? Böyük motorikanın işi nədir? Biz bunu necə ev şəraitində inkişaf elətdirə bilərik? Ümumiyyətlə, zəka yetərsizliyi dedikdə, ilk növbədə yəni birinci fərqli cəhətlərini deyim ki, ümumi ləngiməndən fərqli cəhətləri nədir? Adətən bunu valideynlərimiz də çox çaşdırırlar və sual verirlər ki, mənim uşağımda hansıdır? Çünki oxşar səbəbləri də var, fərqli səbəbləri də var. Fərqli cəhətləri odur ki, zəka yetərsizliyinə IQ-su 70-dən aşağı olur. Bu tip uşaqlarda 70-dən aşağı olur. Lakin ümumi ləngiməli uşaqların IQ-su nisbətən, yəni normaya yaxın olur. Daha sonra diaqnoza çatanda isə diaqnoza zəka yetərsizliyinə 5 yaşdan sonra artıq təsdiqlənir, qoyulur və o daimi olur. Yəni hər zaman qalıcı olur. Amma ümumi inkişaf ləngiməsində 5 yaşa qədər artıq diaqnozu qoyulur və terapiyalarla artıq bu nisbətən bunu yaxşılaşmaq mümkün olur. Sonra zəka yetərsizliyində daim qalıcılıq var. Amma ümumi ləngimədə hardasa, yəni müalicə ilə falan bunu terapiyalarla bunu 6-8-9 ayla bunu hardasa uşağın, yəni potensialını, inkişafını biraz yaxşılaşdıra bilərik. Əslində biraz da çox da yaxşılaşdırmaq mümkündür də. Çünki artıq əvvəlki şərait yoxdur. Əlbəttə. Uşaqlarda zamanında müdaxilə olunur və 6 aylıq bir fərq də əslində düzdür. Uşaqlara bir xəsər olaraq görünə bilər, amma belə deyə də önəmlisi olan odur ki, həyatını normal şəkildə davam etdirə biləcək. Oxşar cəhətləri nədir? Amma oxşar cəhətləri dedikdə isə ən birinci əsas hər ikisinin səbəbi inkişafdan geri qalmadır. İnkişafdan, yəni uşaq yaşıtlarından, potensial cəhətdən yaşıtlarından ikisi də geri qalır. Hər iki diaqnoz qoyulan uşaqda. Və hər ikisi də öyrənməkdə çətinlik çəkir, sosial mühitdə çətinlik çəkir. Yəni gündəlik həyat fəaliyyətində belə bu çətinliklərlə üzləşə bilir. Və səbəbləri də hər ikisində də oxşardır. Genetik faktor dayanır, doğuş zamanı travmalar dayanır, beyin zədələnməsi dayanır və indiki dövrdə də ki, üzə çıxan bir sürü xəstəliklər. Yəni bu hər hamildə hər ikisi, yəni oxşar cəhətlər olduğuna görə valideynlərimiz bunu bəzən yəni ayırd etməkdə çox çətinlik çəkirlər.
Aha. Bəs bunun sizcə nə zamandan etibarən müdaxilə etmək lazımdır? Ümumiyyətlə bu tip uşaqlarda erkən müdaxilə çox vacibdir. Biz hər zaman deyirik ki, erkən müdaxilədə, yəni tibbi erkən diaqnoz və mütəxəssis yardımı. Erkən diaqnozda bilirik ki, bunu həkimlər, pediatrlar, nevropatoloqlar, nevroloqlar diaqnozunu qoyurlar. Daha sonra artıq mütəxəssisə müraciət eləyirlər. Ümumiyyətlə uşaq doğulandan uşağın, yəni pediatrda, nevropatoloqda olmalıdır ki, uşağın inkişaf tempini hər zaman izləmək üçün. Əgər hər hansı bir geridə qalma varsa, uşaqda ləngimə varsa, artıq onu nevropatoloqu ya müalicə terapiya ilə, ya dərmanla yönləndirirlər mərkəzə və mütəxəssis yardımı alırlar. Mütəxəssis yardımı nəyə lazımdır? Burada biz ən çox, yəni psixoloqlar, pedaqoqlar uşağın psixoloq belə deyim də ilk dəyərləndirmədə test dəyərləndirməsi var, diaqnostika dəyərləndirməsi var. Bu AGT testləridir, IQ testidir, daha sonra Denver testləridir. Bu uşağın inkişaf dərəcəsini ölçmək üçündür. İnkişaf dərəcəsini ölçdükdən sonra artıq hər bir uşağın diaqnozuna görə fərdi inkişaf proqramları yazılır. İnkişaf proqramlarında siz bayaq qeyd elədiyiniz kimi motor bacarıqları, yəni bizdə sensor inteqrasiyada duyu bütünləmə gedir. Orada uşağın kiçik və böyük motorikalarından istifadə olunur. Daha sonra loqoped və psixopedaqoq uşağın nitq inkişafında bəli kömək olur. Psixoloq adətən uşağın sosiallaşmasına, davranışına, yəni bu kimi hallarda mütəxəssis yardımı mütləq şəkildə lazımdır. Və biz hər zaman valideynlərə deyirik ki, bu tip uşaqlara erkən müdaxilə çox vacibdir. Nə qədər erkən müdaxilə olunsa, uşaqlara bir o qədər də, yəni dəstəyimiz, köməyimiz daha da erkən olacaqdır. Belə deyək də, əslində kiçik motorika, böyük motorika, sosial bacarıqlar uşaqların hər bir dönəmində onlar üçün önəmlidir. Hətta pampers, belə deyək də, bezdən çıxma dönəmində belə önəmlidir. Çünki uşaq özünün paltarını geyinməyi, soyunmağı bacarmalıdır. Bu instinktiv olaraq onda yaranmalıdır. Motorika biz nəyə deyirik? Kiçik motorika barmaqlarımızdır da. Barmaqlarımızın hər birində sinir ucluqlarımız var və bu sinir ucluqlarımız birbaşa olaraq bizim nitq mərkəzimizə. Nitq mərkəzimiz isə harda yerləşir? Arxa beynimizdə, alın payımızda yerləşir və motorika nə qədər inkişaf edirsə, əslində uşağın nitqi də bir o qədər inkişaf edir. Böyük motorika isə sağ-sol beyin yarım kürəsində daha koordinasiyalı şəkildə çalışmasını dəstəkləyir. Yəni uşağın yeriməsidir, iməkləməsidir. Zaman-zaman valideynlər uşaqlarının fiziki inkişafına önəm verirlər. Məsələn, boyu inkişaf etdimi və yaxud da ki, uşağımın çəkisi öz yaşına uyğundurmu, kimi narahatlıqlar keçirdə bilirlər. Amma düşünməlidirlər ki, övladınızın yeriməsi belə onun inkişafını göstərir. Ümumiyyətlə biz həmişə valideynlərə bu nəyi nəzərdə tuturuq? İlk dəfə valideynlərə, yəni uşaqlarla gündəlik tapşırıqlar verilməlidir evdə. Məsələn, oyunlar oynanılmalıdır. Mən hər zaman valideynlərimə də deyirəm ki, uşağın oyuncaqlarını vəsaitə çevirin. Məsələn, rəngli topları var. Artıq bu toplarla uşağı oynayırsınız. Həm uşaq görsəl olaraq yadında saxlayır və yaddaş olaraq da yadında saxlayır. Həm də eşidir, başa düşür, görür ki, bu topdur. Artıq onu rəngləri öyrətmək üzərində. Məsələn, sarı topu mənə ver. Burada artıq rəngi uşaq öyrənməyə cəhd göstərir, bəli, başlayır. Ondan sonra, məsələn, kartlar üzərində heyvanlar və meyvələr. Yəni, küçəyə çıxanda həmişə heyvanları görür, ev heyvanları. Məsələn, bu itdir. İtə başlamalıdır imitasiyaları öyrətməyə ki, məsəl üçün, it necə eləyir? Ham-ham. İmitasiyaları öyrətmək lazımdır. Uşaqlarla hər zaman mütləq şəkildə oyun oynanılmalıdır. Hər zaman onlarla məşğul olunmalıdır. İlk növbədə valideynlər, yəni valideynlərin bu işdə rolu çoxdur. Və bir də tələsməmək, səbirli olmaq. Çünki bu proses biraz zaman tələb edən prosesdir. Hər bir uşaq individualdır. Yəni o bilinmir ki, uşaq hansı müddətdə, yəni nəticə verəcək. Daha sonra isə bu tip uşaqları mütləq şəkildə asosial böyütməmək. Bu uşaqlar hər zaman cəmiyyətdə olmalıdırlar. Həmişə xüsusi bağçalar var, bağçalara gedə bilərlər. Xüsusi məktəb çağıdırsa əgər məktəblərə gedə bilərlər. Amma həmişə bu uşaqlar cəmiyyətdə olmalıdırlar ki, onlar heç bir zaman cəmiyyətdən geri qalmalı deyillər. Çünki həmişə, hər zaman o uşaqlara nə qədər ünsiyyət olsa,
bir o qədər də inkişafları daha yaxşı olacaq. O qədər haqlısınız ki, ümumiyyətlə uşaqlara onsuz da 6 yaşına qədər kəşf edən və öyrənən dönəmləridir. Həmin kəşf etmə dönəmində, öyrənmə dönəmində uşaq həqiqətən də qapalı qaldığı zaman bu valideynlər üçün əslində göndərdiyiniz çox qızıl bir mesajdır ki, övladınızı qapalı bağladığınız təqdirdə sizin övladınız öyrənməsi də gecikir, kəşf etməsi də gecikir. Amma istər parka çıxanda, istər yaşıdları ilə ünsiyyətə girəndə fərqli tərəfləri də öyrənir. Bəli, hərədən bir söz öyrənir. Eynən. Yəni hər şeyi görür, hərədən bir söz öyrənir, cümlələr öyrənir. Yəni uşaq nə qədər ki kontaktda olsa, o qədər də ünsiyyəti daha yaxşılaşacaq. Ona görə bəzən bu valideynlər deyirlər ki, yox, danışmır uşağımı hələ ki bağçaya qoymayım. Yəni o deyil. Düzdür, danışmayan uşaq qoyulmur, amma ki bir baza var da, uşağın əgər bazası varsa mütləq qoyulmalıdır. Bir də bizim dediyimiz nədir? Uşaqlarda qida, misal üçün qidasına hər zaman bu tip uşaqların hər zaman qidasına fikir verilməlidir. Bir də dərman dəstəyi. Məsələn, onu artıq həkimlərimiz, pediatrlarımız qoyur. Çünki bəzən qidasında qida çatışmamazlığı, ümumi inkişaf ləngiməsinin arxasında bəzən qida çatışmamazlığı olur. Ona görə də əgər belə hallar varsa, mütləq şəkildə pediatrına müraciət edilməlidir, dərman qəbulu olunmalıdır. Daima dediyimiz bir söz var, hansı ki, bağırsaqlarımız ikinci beynimizdir. Qidalanmada problem varsa, bağırsaqlarda problem var deməkdir. Nərmin xanım, son olaraq valideynlərə nə tövsiyə edərsiniz? Valideynlərə o tövsiyəm o olardı ki, uşaqların inkişafını, uşaqlarla daha çox zaman ayırsınlar, mütləq şəkildə. Yəni uşaq doğulandan artıq onların himayəsindədir. Ona görə də uşağın hər bir anını mütləq şəkildə, yəni hər bir anını qaçırmamaqla onu izləməlidirlər. Belə deyim də, onlarla bərabər yenidən böyüməlidirlər. Hər anını, ay bu səsi çıxartdı, ay əl çaldı. Bir də əsas məsələ uşaqları mükafatlandırılmalıdırlar. Sən bunu elədin, afərin sənə, sən bacardın. Yəni emosional kontakt qurmalıdırlar uşaqlarla ki, uşaqlar daha çox valideynlərini başa düşə bilsin. Çünki danışmır uşaqlar, ən çox emosional kontaktla belə deyim də bizi başa düşürlər. Ona görə də afərin, nə qəşəng elədin sən, afərin. Ona görə də uşaqları ilə daha çox vaxt keçirsinlər, daha çox oynasınlar. Uşaqları üzərində daha da belə deyim ki, daha məşğul olsunlar. Bəli. O qədər haqlısınız ki, valideynlərə sual verəndə ki, övladınızla birlikdə gün ərzində nə qədər danışırsınız? Ümumiyyətlə nə danışırsınız? Bəli, biz danışırıq. Nə danışırsınız? Komandalar. Onu apar, bunu gətir, amma nağıl danışmaq yoxdur. Şeir demək yoxdur. Oynamaq yoxdur. Uşaqla birlikdə oyun oynamaq yoxdur. Uşaq ümumiyyətlə oyuncaqları ilə necə oynayacağını bilmədiyinə görə daha çox oyuncaqlarını qırır, sındırır və yaxud da fərqli cür istifadə eləməyə başlayır və bu üzdən də əslində dərinə endiyimiz zaman ümumi inkişaf problemli olan uşaqlarda baxıb görürük ki, təməldəki problem ailə içindən gələn sosiallaşmama və nitq inkişafını dəstəklənməməklə bağlıdır. Çox sağ olun Nərmin xanım, təşəkkür edirəm. Mənim bugünkü qonağım Logos Psixoloji və Nitq İnkişaf Mərkəzinin çox dəyərli mütəxəssisi Nərmin xanım İsmayılova idi, psixopedaqoq. Əgər sizin də övladınızla bağlı hər hansı bir suallarınız varsa, şərh bölməsində suallarınızı yaza, Instagram səhifəsindən isə Logos Az saytının səhifəsinə girərək suallarınızı və növbəti verilişdə izləmək istədiyiniz, eşitmək istədiyiniz mövzularla bağlı suallarınızı ünvanlaya bilərsiniz, tövsiyələrinizi verə bilərsiniz. Nərmin xanımın qəbuluna yazılmaq üçün isə Logos Psixoloji və Nitq İnkişaf Mərkəzi Gənclik filialı Fətəli xan Xoyski küçəsinə yaxınlaşmağınız yetərlidir. Ən azından hər hansı bir şübhəniz varsa, inkişaf dəyərləndirmə testindən keçirdə bilərsiniz və övladınızdakı narahatlıqları müşahidə edə bilərsiniz. Gənclik filialı bizə uzaqdır. Başqa uşağımızın inkişafını, zəka inkişafını harda yoxlatıra bilərik deyirsinizsə, Logos Psixoloji və Nitq İnkişaf Mərkəzinin sizin ünvana yaxın olan digər filiallarına yaxınlaşa bilərsiniz. Yasamal filialı, Əhmədli filialı, Xırdalan filialı, Sumqayıt filialı, Gənclik filialı, eyni zamanda Bərdə, Gəncə, Xaçmaz, Quba filiallarına da yaxınlaşıb müraciət edə bilərsiniz. Növbəti görüşlərə qədər özünüzə yaxşı baxın. Hələlik.